Salamlar, vaxtınız xeyir olsun. Biz bugünkü bölmə 3.2 yer quruyorsa su planetidir mövzusunun izahına baxacağıq. Gəlin vaxtırmadan dərsə başlayaq. Dərsə keçmədən öncə bizə belə bir məlumat lövhəsi verib. Gəlin məlumat lövhəsini oxuyaq. Yer səthinin sahəsi 510 milyon kvadrat kilometrdir. Su sahəsinin təqribən sahəsi 361 milyon kvadrat kilometr. Quru sahəsinin sahəsi 149 milyon kvadrat kilometrdir. Quru hissəsinə qitələr, su hissəsinə isə okeanlar deyəcəyik. Gəlin məlumatı bir də təkrar edək. Dedik ki, yerin ümumi sahəsi 510 milyon kvadrat kilometr, su sahəsi təqribən 361 milyon kvadrat kilometr, quru sahəsi təqribən 149 milyon kvadrat kilometr. Quru hissəsinə biz qitələr deyəcəyik, su hissəsinə isə okeanlar deyəcəyik. Burada da diaqram verilib. Yer kürəsinin 71%-ni su, 29%-ni isə quru hissələr təşkil edir. 71%-ni okeanlar, 29%-ni isə qitələr təşkil edir. İndi gəlin mövzuya baxaq. Yerin quru hissəsini 7 qitə əmələ gətirir. Qitə qurunun iri massivlərinə deyilir. Qitələr onların ətrafında yerləşən adalar da daxildir. Onların hər birinin özünə məxsus təbiəti vardır və bir-birindən sahəsinə, mövqeyinə və təbii xüsusiyyətlərinə görə fərqlənir. Eyni zamanda qitələrin təbiətinin oxşarlığı da az deyil. Bu xüsusiyyətlər bu xüsusilə eyni yarımçıda yerləşən qitələrdə müşahidə olunur. Yəni siz gələcək dərslərdə biosfer və iqlimi keçən zaman görəcəksiniz ki, müxtəlif yarımkürələrdə yerləşən qitələr, yəni şimal və cənub yarımkürəsində yerləşən qitələr bir-birindən iqliminə və canlı aləminə görə fərqlənir. Yəni yayılmasına və yaşayış tərzinə görə fərqlənir. Dərsi bura qədər oxuduq. Gəlin mövzunu daha dərindən təhlil edək. Dedik ki, yerdə neçə qitə var? 7 qitə var. Qitə dedik ki, qurunun iri massivlərinə deyilir. Qitənin tərəfi baxın burada. Qurunun iri massivlərinə qitə deyilir. Qitələr onların ətrafında yerləşən adalar da daxildir. Yəni baxın, bu kiçik adalar, məsəl üçün baxın, bu adalar qitələrə daxildir. Yəni bu Avropa qitəsidir və bu gördüyünüz adalar da qitələrə daxildir. Yəni bu İslandiya adası, bu Böyük Britaniya, İrlandiya və Şvetseriya adaları da Avropa qitəsinə daxildir. Daha sonra dedik ki, qitələr onların hər birinin özünə məxsus təbiəti vardır və bir-birinin sahəsinə, mövqeyinə və təbii xüsusiyyətlərinə görə fərqlənirlər. Deyək ki, qitələr bir-birinə sahəsinə, mövqeyinə və təbii xüsusiyyətlərinə görə fərqlənir. Lakin fərqli olduğu qədər də qitələr arasında oxşarlıq da mövcuddur. Belə ki, eyni yarımkürədə yerləşən qitələr bir-birinə bənzəyə bilir və yaxud da oxşarlıq ola bilir. Sonra baxın, bu şəklində bizə qitələrin sahəsi verilib. Gəlin qitələr adlarını öyrənək, ondan sonra suallar cavablandırarıq. Gəlin ən böyük qitəmizdən başlayaq. Bu gördüyünüz sahədə olan qitə Asiya qitəsidir. Sahəsi 44 milyon kvadrat kilometrdir. İkinci gələcək qitəmiz böyüklüyünə görə Afrika qitəsi. Baxın, narıncı rəngdə verilən qitə budur. Bu Afrika qitəsidir. Sahəsi 30 milyon kvadrat kilometrdir. Daha sonra bu yaşıl rəngdə gələn qitəmizin adı Şimal Amerika qitəsidir. Sahəsi 24,2 milyon kvadrat kilometr. Daha sonra gəlir, baxın, bu bənövşə rəngdə olan qitəmiz Cənubi Amerika qitəsi. Sahəsi 17,8 milyon kvadrat kilometr. Daha sonra baxın, bu açıq mavi rəngdə verilən qitəmizin adı Antarktida qitəsidir. Sahəsi 14,2 milyon kvadrat kilometr. Sonra nisbətən tünd göy rəngdə verilən qitəmizin adı Avropa qitəsidir. Sahəsi 10 milyon kvadrat kilometr. Və bu sonuncu qırmızı rəngdə verilən ən kiçik qitəmiz isə Avstraliya və Okeaniya qitəsidir. Sahəsi 8,5 milyon kvadrat kilometr. Gəlin bir də təkrarlayaq. İndi rənglər dedim ki, yerlərini biləsiniz. İndi rənglər deməyəcəm. Sadəcə qitələrin adları və sahələrini deyəcəm. Ən böyük qitəmiz oldu Asiya qitəsi, sahəsi 44 milyon kvadrat kilometr. İkinci böyük qitəmiz oldu Afrika qitəsi, 30 milyon kvadrat kilometr. Daha sonra Şimal Amerika qitəmizin sahəsi, baxın budur, 24,2 milyon kvadrat kilometr.
Cənubi Amerika qitəmizin sahəsi 17,8 və Antarktida qitəsinin sahəsi 14,2 milyon kvadrat kilometrdir. Sonra ki Avropa baxın budur, 10 milyon kvadrat kilometr. Ən kiçik qitəmiz isə Avstraliya və Okeaniya qitəsidir ki, bunun da sahəsi 8,5 milyon kvadrat kilometr təşkil edir. Şəkili təhlil edirik. Gəlin indi suallar cavablandıraq. Fəaliyyət suallarımızda birinci sualı deyir ki, A və B-yə əsasən, yəni A və B şəkillərinə əsasən, müəyyən edin. Birinci A sual gəlir. Yer su planet adlandırmaq olarmı, nə üçün? Belə adlandırmaq olar. Şəkildə göründüyü kimi, A şəklində göründüyü kimi, yeri 71% təqribən su, 29% isə quru təşkil edir. Yəni göründüyü kimi su sahəsi quru sahəsinin 2 dəfədən də çoxdur. Ona görə yerə su sahəsi adlandırmaq olar. Sonra B-də deyir ki, hansı yarımkürəni hansı quru yarımkürəsi adlandırmaq olar? Şəkildə baxın göründüyü kimi, baxın bu hissəni. Şəkildə göründüyü kimi, baxın bu hissəni biz götürsək, şimal hissədə görürük ki, quru hissələr daha çoxdur, yəni qitələr daha çoxdur. Burada Şimali Amerika var, Cənubi Amerika, sonra Asiya və Afrika, həmçinin Cənubi Amerikanın da bir hissəsi şimal yarımkürəsində yerləşir. Yəni gördüyü kimi şimal yarımkürəsində qitələr çox. Baxın bu hissələr ağ hissələrdir. Əsasən okean kimi təsvir eləsə, görürük ki, qurunun nisbətən sudan çoxdur. Ona görə şimal yarımkürəsini quru, yəni şimal yarımkürəsində qitə, cənubi yarımkürəsi isə fikir verirsə, ən çox okeanlar tutur. Baxın görürsünüz, burada və burada okeanlar özünü daha bir özə verir. Cənubi yarımkürəsinin isə okean yarımkürəsi adlandırmaq olar. Şimalı quru, cənubi isə okean adlandırmaq olar. Sonra gəlin baxaq, şəkilləri təmizləyək. Quru hissəsi hansı qitələrə bölünür? Quru hissələr dedik, bayaq saydığımız kimi birinci Asiya ən böyük qitəmizdir, sonra Afrika, Şimali Amerika, Cənubi Amerika, sonra Antarktida, Avropa və Avstraliya. Gəlin də təkrar eləyək. Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Antarktida, Avropa və Avstraliya qitələrinə bölünür. Sadəcə ki, qitələrin sahəsinə görə ən böyükdən ən kiçiyə doğru sıralayaq. Sıralayaq. Birinci qitəmiz, baxın, Asiya qitəsində sahəsi 44 milyon kvadrat kilometr, ikinci Afrika qitəsi 30 milyon kvadrat kilometr. Üçüncü gələcək Şimali Amerika 24,2 milyon kvadrat kilometr. Dördüncü Cənubi Amerika 17,8 milyon kvadrat kilometr. Sonra gələcək bizdə gələcək Antarktida materiki qitəsi 14,2 milyon kvadrat kilometr. Daha sonra Avropa qitəsi 10 milyon kvadrat kilometr. Ən kiçik qitəmiz isə Avstraliya və Okeaniya qitəsi olacaq. Sahəsi 8,5 milyon kvadrat kilometrdir. Dedik ki, ən böyüyü Asiya, ən kiçiyi isə Avstraliya qitəsidir. Sonra baxaq. Deyir ki, burada görək hansıdır. Yerdə deyir, A şəklində və dünyanın fiziki xəritəsinə əsasən hansı qitə relyefi oxşar ola biləcəyini müəyyən edin və fikirlərinizi əsaslandırın. Mən burada dərsin vaxtı çəkilməsində xəritəni açmayacağam. Təqribi olaraq sizə deyəcəm və siz də özünüz yadda saxlaya bilərsiniz. Baxın, Asiya və Avropanın relyefi bir-birinə bənzərdir. Şimal hissələri daha çox buzlaşmaya məruz qalıb. Cənub hissələrində isə cavan dağlar özünü bir özə verir. Daha sonra Afrika və Avstraliya hər ikisində quraqlıq geniş yayılmışdır, quraq ərazilər geniş yayılmışdır. Həmçinin platolar da bu materikə xas xüsusiyyətlərdən biridir. Yəni qədim dağlar, platolar, yaylalar dedik ki, Afrika və Avstraliyanın bənzədən elementlərdir. Daha sonra Cənubi Amerika və Şimali Amerikanın oxşar xüsusiyyətini desək,
Ə, Hər iki materikin qərbində dağlar yerləşir. Baxın, bu hissədə və bu hissədə. Şimal Amerikada Kordilyer dağları, Cənubi Amerikada isə yerləşir Ant dağları. Şərq hissəsində isə geniş düzənliklər və massivlər özünü büruzə verir. Antarktida materiki isə bildiyimiz üzrə buzlarla əhatə olunmuş bir materikdir, qitədir və bu qitə digər qitələrə bənzəmir. Sonra F-ə baxaq. F-də deyək ki, qitələri cədvəldəki kimi qruplaşdıran yerləşdiyi yarımkürələri istəyir. Asiya yarımkürəsi əslində 4 yarımkürədə yerləşir. Baxın, bu hissə 180-ci meridiandan sağda qalan hissə Çukot yarımadası. Baxın, Çukot yarımadası təqribən qərb yarımkürəsində yerləşir. Ona görə biz Asiyanı 4 yarımkürədə götürə bilərik. Lakin ərazisinin əksər hissəsi 3 yarımkürədə yerləşdiyi üçün biz həm 3 yarımkürədə qeyd edə bilərik, həm də 4 yarımkürədə qeyd edə bilərik. Əgər tam dəqiqliklə bizdən cavab istənsə, biz Asiyanı 4 yarımkürədə götürə bilərik. Lakin nisbi olaraq götürsək, Asiya 3 yarımkürədə yerləşir. Bunlar hansılardır? Baxın, gəlin yarımkürələri də çəkək. Baxın. Baxın, şimal, cənub, şərq və qərb. Şərq və qərb hissələrinə bölünəcək. Daha sonra baxın, Avropa hansı yarımkürələrdə yerləşir? Avropa yerləşəcək, 3 yarımkürədə yerləşəcək. Şimal, şərq və qərb yarımkürələrində yerləşəcək. Daha sonra Afrika hansı yarımkürələrdə yerləşəcək? Afrika göründüyü kimi bütün yarımkürələrdə yerləşir. Şimal, cənub, şərq və qərb yarımkürələrində yerləşir. Daha sonra Cənubi Amerika hansı yarımkürədə yerləşir? Cənubi Amerika 2 yarımkürədə yerləşir. Cənubi Amerika 3 yarımkürədə yerləşəcək. Bunlar şimal və cənub, bir də qərb yarımkürələrində yerləşəcək. Şimal Amerika isə 2 yarımkürədə yerləşəcək. Bunlar şimal və qərb yarımkürələrdir. Daha sonra Avstraliya və Okeaniya hansı yarımkürələrdə yerləşəcək? Avstraliya və Okeaniya 3 yarımkürədə yerləşəcək. Bunlar hansılardır? Cənubi yarımkürəsi şərq və qərb yarımkürələrində yerləşəcək. Antarktida materik qitəsi isə 3 yarımkürədə yerləşəcək. Bunlar cənub, şərq və qərb yarımkürələrində yerləşəcək. Gəlin təkrar eləyək. Hansı qitələr, hansı yarımkürələrdə yerləşir? Asiya qitəsi 4 yarımkürədə yerləşəcək. 3-də götürə bilərik, 4 deyə bilərik. Əsasən gəlin tam dəqiq olsun, 4 deyək. Bunlar hansı olacaq? Şimal, cənub, şərq və qərb yarımkürələrində yerləşəcək. Sonra gəlir Avropa 3 yarımkürədə yerləşəcək. Şimal, baxın, görə ekvator yuxarıda yerləşir, şimal. Daha sonra Greenwich meydana sağda solda yerləşdiyinə görə, hər iki hissəsində yerləşdiyinə görə həm şərq, həm qərb yarımkürəsi yerləşəcək. Afrika, baxın, görürük ki, 4 yarımkürədə yerləşir. Daha sonra gəlir Cənubi Amerika, görürük 3 yarımkürədə yerləşir. Şimal daha doğrusu cənub, bir də qərb yarımkürələrində yerləşir. Daha sonra gəlir Şimal Amerika. Şimal Amerika görürük ki, 2 yarımkürədə yerləşir. Şimal və qərb yarımkürələrində yerləşir. Daha sonra Avstraliya və Okeaniya isə görürük ki, 3 yarımkürədə yerləşir. Bunlar hansılardır? Cənubi yarımkürəsi, şərq yarımkürəsi və qərb yarımkürələrində yerləşir. Antarktida qitəsi isə 3 yarımkürədə yerləşir. Cənubi yarımkürəsi, şərq yarımkürəsi və qərb yarımkürələrində yerləşir. Daha sonra dərsimizə davam edək. Okeanlar yer səthinin 4/3 hissəsini tutur. Onlar sahəsi qitələrin hamısı sahəsində 2 dəfə böyükdür. Okeanlar bir-biri ilə su əlaqəsi olduğu üçün onlar dünya okeanı adlanırlar. Dedik ki, okeanlar yer səthinin 4/3 hissəsini tutur. Okeanlar sahəsi qitələrin hamısı sahəsində 2 dəfə böyükdür. Yəni qitələrin sahəsində 2 dəfə böyükdür. Okeanlar bir-biri ilə su əlaqəsi olduğu üçün onlar dünya okeanı adlandırırlar. Yəni dedik ki, bütün okeanların bir-biri ilə əlaqəsi mövcuddur. Bu əlaqənin də 2 dəfə Fermat Magellan dünya səyahəti zamanı kəşf etmişdir. Dünya okeanı 5 okeandan ibarət, onların sərhədləri əsasən qitələr üzrə keçir. Yalnız Cənub okeanı
bir qitə əhatə edərək digər okeanlar su sərhədləri ilə ayrılır. Okeanın şimal sərhədi 60 dərəcə cənub enliyindən başlayır. Okeanlar bir-birindən sahəsinə və dərinliyinə görə, dib relyefinə görə fərqlənir. Dedik ki, dünya 5 okeandan ibarətdir. Bunlar Sakit Okean, sonra Atlantik Okean, Hind Okeanı, Cənubi Okeanı və Arktik Okeanı. Biz bura misal çəkə bilərik. Sonra deyir ki, okeanların sərhədi əsasən qitələr üzərindən keçir. Yalnız Cənub Okeanı bir qitəni əhatə edir, digər okeanlar isə su sahilləri ilə ayrılır. Bu okeanın şimal sərhədi 60 dərəcə cənub enliyindən başlayır. Okeanlar bir-birindən sahəsinə, dərinliyinə və dib relyefinə görə də fərqlənir. Bu bizim dərsimizin izahı oldu. Gəlin indi sualları cavablandıraq. İkinci tapşırıqda dedik ki, C şəklinə əsasən sualları cavab verin. Baxın, bu bizim C şəklimiz. Yəni, sualları cavablandıraq. Okeanlar xəritədə müəyyən edin və sahəsinə görə kiçikdən böyüyə doğru sıralayın. Kiçikdən böyüyə deyir. Yəni, ən kiçik okeandan böyüyə doğru sıralayacağıq. Ən kiçiyimiz Arktik Okean olacaq. Köhnə ədəbiyyatlarda biz buna Şimal Buzlu Okean da deyirik. Yəni, əgər araşdırma yaparsanız, Şimal Buzlu Okean adlı məqalələr və elmi faktlar görə bilərsiniz. Şimdi Arktik Okeanın sahəsi 15 milyon kvadrat kilometrdir. Daha sonra ikinci kiçik okeanımız Cənubi Okeanıdır. Sahəsi 22 milyon kvadrat kilometrdir. Daha sonra gəlir Hind Okeanı. Hind Okeanı sahəsi 70 milyon kvadrat kilometrdir. Daha sonra Atlantik Okeanı, onun sahəsi 85 milyon kvadrat kilometrdir. Sakit Okean sahəsi 169 milyon kvadrat kilometrdir. Bu oldu bizim A tapşırığının cavabı. B-yə baxın, dünya fiziki xəritəsini istifadə edərək okeanların ən dərin yerlərini müəyyən edin. Mən sizə deyəcəm, siz özünüz xəritə taparsınız. Mən burada xəritə açmaq kimi bir imkanım yoxdur. Gəlin başlayaq. Sakit Okeanın ən dərin yeri Mariana çökəkliyidir. Dərinliyi 11-22 metrdir. Atlantik Okeanın ən dərin hissəsi Puerto Rico'dur. Dərinliyi dedik ki 8742 metrdir. Daha sonra Hind Okeanının ən dərin yeri dedik ki Zonddur. Zond çökəkliyidir. Dərinliyi dedik ki 7450 metrdir. Cənubi Okeanın sərhədi Cənubi Sandviç çökəkliyidir. Dərinliyi 8428 metrdir. Sonra Arktik Okeanında ən böyük çökəkliyi Malay çökəkliyidir. Qreenlandiya dənizində. Onun da dərinliyi 5550 metrdir. Siz bunları xəritədə tapıb qeyd edərsiniz. Sonra C-yə baxın, okeanların əhatə etdiyi qitələrin sayına görə cədvələ qruplaşdırın. Gəlin qruplaşdıraq. Sakit Okean görə hansı qitələr əhatə edilir? Sakit Okean baxaq, Asiya, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida qitələrini əhatə edir. Baxın, 1, 2, 3, 4, 5. Sakit Okean 5 qitəni əhatə edir. Daha sonra Atlantik Okean görə hansı qitələri əhatə edir? Atlantik Okean görə hansı qitələri əhatə edir? Atlantik Okean baxın bir hissədə yerləşir. Baxaq, Şimali Amerikanı əhatə edir, Cənubi Amerikanı əhatə edir, Afrikanı əhatə edir. Avropa burada düşmüyor. Yəni burada qeyd edilir 4 və bir də Antarktida materikini də əhatə edir. Bu da oldu 5. Atlantik Okean 5 qitəni əhatə elədi. Şimali Amerika, Cənubi Amerika, Avropa, Afrika və Antarktida qitələrini əhatə elədi. Hind Okeanına baxaq. Hind Okeanı görə hansı qitələri əhatə edir? Hind Okeanı baxaq. 1 Asiyanı əhatə edir, 2 Avstraliya, 3 Afrika, 4 görürük ki, Antarktida qitələrini əhatə edir. Hind Okeanı 4 qitəni əhatə elədi. Daha sonra baxaq, bizdən hansı okean istəyir? Buraları təmizləyəm. Cənubi Okeanı istəyir. Cənubi Okeanı bilirik ki, bir qitəni əhatə edir. Bu da Antarktida qitəsidir. Sonra Arktik Okeanı qeyd edilir. Arktik Okeanı görə hansı qitələri əhatə edir? 1 Asiya, 2 Şimali Amerika, 3 Avropa qitələrinin sahillərini əhatə edir. Arktik Okeanda oldu 3 qitəni əhatə eləmiş oldu. Sonra Sakit Okean sahəsi bütün quru sahəsini müqayisə edin. Sakit Okeanın sahəsi dedik ki
bütün quru sahəsindən daha çoxdur. Yəni bütün quru sahəmiz 149 milyon kvadrat kilometrdir. 149 milyon kvadrat kilometrdir. Yəni 169-dan 149 çıxdığımız zaman görərək ki, 20 milyon kvadrat kilometrimiz də hələ su sahəsi artıq qalır. Yəni göründüyü kimi sakitlikdən həddindən artıq böyükdür. Sonra Euler-Venn diaqramına əsasən buzlu okean və buzlu qitəni müqayisə edin. Yəni Arktik okeanla Antarktika materikini müqayisə eləməyimizi istəyir bizdən. Gəlin buzlu okeana baxaq. Buzlu okean şimal yarımkürəsində yerləşir. Şimal yarımkürəsində yerləşir. Ən kiçik okeandır. Daha sonra üç qitənin sahillərini yuyur və dərinliyi nisbətən azdır, yəni dayazdır. Buzlu qitəyə aid olanlar desək, buzlu qitə Antarktika materikini qeyd edilir. Yəni bunlar hansılardır? 4 okeanla əhatə olunub. Bunlar Cənubi okeanı, Sakit okean, Hind okeanı və Atlantik okeanıdır. Daha sonra üzəri qalın buzlarla əhatə olunmuşdur. Və digər xüsusiyyəti isə burada daimi yaşayış yeri yoxdur. Lakin Arktik okeanın müəyyən adalarında daimi yaşayış mövcuddur. Oxşarlıq isə bundan ibarətdir ki, hər ikisi həddindən artıq soyuqdur və buzlaqlarla əhatə olunmuşdur. Dərsimiz bu qədər. Gələn dərslərdə görüşəndə hələlik.